Hər bizi salamlayıq dostlar, nedir ki, işləriniz qaydasındadır. Var arxası YouTube kanalındasınız və burada biz adi, sadə, prostoy olanlar, azərkeşlər futbolu müzakirə edirik və ən əsası da podkastlarımızda Çempionlar Liqasını müzakirə edirik. Nə varsan sən orada? Xəstə uşaqdır. Qarabağın adını yazıram indi də. Borzu. Nəysə, hələ ki tezdir. Deməli, ilk öncə biz talpa olaraq sizdən, bizim izləyicilərdən üzr istəmək istəyirik ki, Çempionlar Liqasının ikinci turundan sonra video buraxmadıq. Əslində biz onu buraxdıq və bir gün sonra sildik. Çünki YouTube sağ olsun platforma deməli bizim səsimizi oradan biraz yığışdırdı. Heç YouTube-da uca baxmaq istəmirik. YouTube da bizə baxmır. Siz heç olmasa Allah razı olsun sizdən baxırsınız, amma YouTube nəsə baxmaq istəmir. Nəysə, biraz texniki problem oldu və biz onu necə deyirlər, formasına gətirə bilmədik. Halbuki normal bir qəşəng də 1 saatlıq bir video çəkmişdik. Amma buna qarşılıq olaraq elə milli fasilə bitib, bu yaxınlarda yəni oyunlar qayıdıb. Biz istəyirsə 3-cü turun qəşəng bir previewsunu verək, ən əsas oyunları müzakirə edək və mən gözləntilərimizi deyək. Hər oyundan sonra hərəmiz Fərman Qarabağ nə bilim 2 xal qalacaq. Ya 3 yarım. Hər oyundan sonra müzakirə etdiyimiz oyundan sonra biz hərəmiz yəni ki bir hesab deyə bilərik, təxmini. Siz təxminlərinizi şeylərdə yazarsınız. Bəs biz bunu kimlərlə edəcəyik? Biz kimik? Nəçiyik? Onu ilk öncə müzakirə edək. İlk öncə bizim təxminlərimizi abratlı stavkada yazsınlar, tutsunlar. Məncə ancaq. Ancaq yox, yalnız. Deməli, ilk öncə gördüyünüz kimi çoxdan da artıq 20 ildir ki, Inter azarkeşi Elvin bizim studiyamızdadır. Çoxdan da həqiqətən Guardiola'dan əvvəl də Rijkaard vaxtından Barcelona bəyənən Fərman və qardaş, rahat bir 2006-dan mən Real fanatıyam. Yoxan Cruyff'un kirvəsi. Yoxan Cruyff'un kirvəsi. Zarət edirəm, Juventus fanatı Elvin, Real fanatı Fərman, Real fanatı Abdul və vaxt itirmədən başlayaq əsas məsələyə. İlk öncə elə mən düşünürəm ki, Atletik Bilbao Qarabağ maçını müzakirə etməyə dəyər. Bilbao 3 xal verində. Onu gördüm də, onu qorxdu. Bunlar əskərlikdə bizdə borcu çumo deyirlər. İlk öncə özdə Bilbao yox, xahiş edirəm, San Mames. O kanalda təzadürat. Nəhayət ki, Qarabağ San Mamesə gedir. Biz bunu gözləyirdik. San Mamesə bundan əvvəl kim gedib? Arsenal. Yaxşı, müzakirə olunası bir şey deyil, müqayisə olunası bir şey deyil. Eyni xal toplamışıq da Arsenal'la da. Yəni demək ki, Arsenal'dır da. Adamı dəyişib. Arsenal fanatları, Manchester United fanatları. Zəmin olmasa öz klubunuzun gücünü, belə varlığını hiss etdirib şeylərdə United'dan mən danışacağam ancaq. Hərəm tezdir, vaxt. Çempionlar Liqası deyirdi, Brat United. Bizdə hardasa gətirəcəm. Bizdə Elvinlə senzura da biz Manchester United danışa bilmirik, ancaq Fərman danışacaq. Ancaq onda da hüquqlar. Qarabağ ilk öncə bildirək ki, ya Elvin bunu deyibsə, belə bunu bu mövzunu ilə davam etdirək. Krugunu dəyişib Qarabağ. Artıq yerli klublarla yox, даже çostim yerli klublarla, uje Braga Nazadla da yox ha. Real Madrid PSG ilə. 6 xal yığan komandalar 2 turdan sonra Bavariya, Real, PSG, Inter, Arsenal və Ağdamın Qarabağ klubu. O bir şey sən də Hər şeylə razıyam. Inter burada nə edir də? Yəni bu liderlər arasında. Hər nəsə edir. İndi xal itirəcəkdə Saint Julius'la 0 xal. Aha, Belçika hegemonu ilə qarşılaşacaq. Sən bilirsən də Inter bəzi rəqiblərini belə gözü bağlı budur birinci taymda da elə. Yəni Saint Julius hörmətim sonsuzdur. Amma yəni Inter qədər deyil. Saint Julius'a mən hörmət eləmirəm. Sən niyə hörmət edirsən? Sən niyə hörmət edirsən? Nə kim eləməyəsən. Bu gün sabah sənə gözlə Belçika Pro Liqasından bir təklif gəlsin. Brügge. Yaxşı, onu qeyd edək sonra. Deməli məsələ nədir? Ağdamın şey oxşadı, o nəyə müzakirə edik? Stadio Olimpico, Allianz Arena və Olimpico. Tofiq Qəhrəmovlar Respublika stadionu. Gəlin Azərbaycan milli komandasını dəstəkləyək. Adını da nəsə kaverikası eləmək istəmirəm. Deyəcək də o boyda hakimizə hörmətsiz edirsiniz. Nəysə. Bəs Atletik Tofiq Qəhrəmov stadion. Bəli, bəs həddini Bilbao həddini bilirmi? Onu da müzakirə. Həddini Bilbao 34-cü. Bağlayın bu video. Sən mənə zarafatdı. Atletik Bilbao'ya çatmaq üçün konkret olaraq gördüyünüz kimi swipe elə belə fırlatdın və Bilbao bizdən xal qopartmaq istəyir. hələ ki imkanımız var, mırtdaşırıq. Sonra imkanımız olmasa mırtdaşa bilməyəcəyik. Onun indi mırtdaşırıq. Atletik Bilbao hansı ki bu oyunda favorit görülmür. İndi bundan sonra da 2 turdan sonra Atletik Bilbao 0 xal yığıb. Allah xeyir versin. Məncə
Atletico Bilbao Qarabağdan xal ala Bir biləcək. dənə minus odur ki, Nico Williams qayıdır da. Hə, Niko Williams gözü Atletik Bilbao Qarabağ xal alır. Qarabağ məncə sözsüz favoritdir qardaşım. Yaxşı, belə bir sual. 24-də indi şansı var Qarabağın. Əgər 12 xal yığsa, 10, 11, 12 xal. Keçən il 24-cü komanda 11 xal yığdı Brügge, və qollar dəsəfləmə. şans ola bilər. Onu o Brügge yoxsa sen bilərsən. Bəli. Mən deyərəm ki, 24-cü yerdə 11 xal komanda idi və qollar da -2 idi hətta. -2 idi. Yəni orada qolların nisbəti də pis olsa belə yenə də pis deyil söhbət. Amma Atletico Bilbao da haqqını yeməyək. Atletico Bilbao evdə Arsenal oynayıb, PSV-də Dortmund. Yəni Amma bir şey də var ki, Atletico Madrid son 5, Madrid deyirəm, Bilbao son 4-5 oyunu səhv eləməsə o da maraqlıdır ki, bilmir. Atletico Madrid dedin, sonra 5 dedin. Biraz xətrimə dedin elə bir şey. 5 dənə də. Bir dənə dinən 5. 5000 manat edirəm maaşımızı. Sizin təxminləriniz Bilbao, Qarabağ, konkret, qısa, 1-1 hesab. 1-1. Elvin. 0-3 Qarabağın xeyrinə. Qoy. Mən patriotsun. Söndürüm. Okey. Sən elə bir ki, biraz niyyətli oldun, çıxdın. Allah uzun eşitsin, amma mən 1-1. Okey. Gəlin burada bir neqativ personaj olmalıdır. 2-1 Qarabağ udacaq. Çünki San Mamés səfəridir və unutmayın. O Sanmaməsi bizdə nə vaxtdan deyir? O Sanmaməsi. Bəli. Nə o vaxtda bir də Arsenal ola gedir. Bu axşam da Arsenal udmalı idi. Keçək növbəti mövzuya. Uşaqlar, növbəti müzakirə etmək istədiyimiz o, nə yalan deyim, Kakras bax 20-45-dədir, brat. Onun yanında da o birisi oyun Barcelona Olympiakosdur. Mən də belə bir çıxmasını niyyətli deyirəm Barcelona maçına baxmağa. Çempionlar Liqası bax püşkatması olandan boynu sıxıram. Xayrat Pafos. Pafsın tarixinə baxan mən. Davay. O qədəni, o sən o bildi o gədə kimi idi loqotipdə. Bir sürü də fərman oxşuyur. Şey var ya, Nikopalizis. İndi prosta bir bəziləri yaza bilər ki, sən var arxası logosunu oradan fırlatmısan. Burada da gədəd eləmişsin. Var elə söhbət. Orada mən sənə shot deyə bilərəm ancaq. 0-0. Uydubsun Məncə- bana. məncə- Sən bu oyunu oynayırıq. Məncə Kayrat can qoyacaq oyunda. Yox, qoyacaq. Əlbəttə Hələ 1 1-0. 1-0. 1-0. Ayda, mən onda maraqlı bir şot deyim də. 4-3 Qayratın qələbəsi. Qayrata da Yaxşı, uğurlar. uşaqlar yaxşı zarafat edir, ciddi. Qayrata uğurlar. Qayrata uğurlar. Alda Qazakstan, partladış. Может быть, da Kazakıstan partlayışdı, yəni izləyəm, proverim. Uşaqlar, Villarreal, Manchester City. Mən bunu konkret olaraq Villarreal tərəfini danışmağa hazıram. Siz istəyirsiniz danışın. City razılaşın ki, baxmayaraq ki, biraz böyle непонятно futbol oynayır. Nə cəhətdən? Çünki əsas baş məşqçisi Stabil deyil də, onu demək. stabil nəticədən, stabil ne to что bu belə nəticələr stabildir söhbətlər, amma baş məşqçisi bir futbol siyasətini aparır. Onun köməkçisi başqa ideologiyanı yürüdür. Yəni ona görə də bəzi onlarda görürsən ki, City o Arsenal oyundu, Antetokounmpo gördü Guardiola. 33% topa sahib olma. Amma deyərdim ki, City Arsenal oyunda pis görünürdü. Məncə yox. Məncə pis görünürdü. Məncə City təzə belə deyək, taktikaya keçib ki, nəticə oynamağı bacarır. Məsələn, Brentfordla Realdan oyunda fırladıblar elə bil. Real deyə. Amma Realla bara başlayır City kimi taktik Real deyə bilərsən. Məsələn, köhnə Realdır, indiki Liverpooldur, Interdir. Məsələn, o klublar nəticə oynamaq, köhnə Juventusdur, Allegri'nin hansı ki bir gol vurub İndi xaotikdir, amma onu danışaraq, neysə. Amma ki bu dəqiqə City belə axırıncı oyun Brentforddan 1-0 utdular. Holland gol vurdu da. Gol epizodları olmadı. Gol epizodu olmadı. Orada oyunu onlar tam belə deyə qurudurlar. Lazım nəticə oynayırlar. Villarreal isə bilinməyən bir komandadır. Mən yadımda deyir ki, Villarreal bu mövsüm hansısa oyunu gol vurmadan geçsin. Ola bilsə bir ya Tottenham'a vurmayıb bir dənə Çempionlar Liqasında səhv eləmirəmsə. Biraz mənə gəlib söyləyəcəksən. Deyəcəksən ki, o nə komanda? Sən Brügge baxırsan. Yox, mən Villarreal bu il vəbşə sürpriz komandalar demişəm. Mən Villarreal 2 oyunu görmüşəm. Müqayisə 3 oyunu görmüşəm. Prosta məsələ ondan ibarətdir ki, Villarreal La Liqada cəmi 2 oyun uzub. İkisini də mən baxdığım oyun arasındadır. Biri Real'a, biri Real'a uzublar, birini də Atletico'ya. İkisinə də nə yaxşı başladılar, nə yaxşı bitirdilər. Amma qalan oyunda bir dənə oyuna baxıram, deyəsən Jona idi. Sürmüşdülər Jona. Jona pis gündə də okey, amma qalan oyunları da udublar Villarreal. Ya da maksimum heç oynayıb. Yəni cəmi 2 məğlubiyyəti var çempionatda, 3-cü yerdə gedir, çox da partlayış oynadı. Altı oyunu gözləmirdi. Hardansa mən də o mənim yaralı yerimdə biz La Liga komandaları kasıbdı axı. Hardansa 30 milyon pul çıxarıblar, Mikavata alıblar. Hardan çıxarıblar? 50 il pul xərcləmir də. Riquelme Ancaq formasına belə təzə forma almır da fikir vermirsən Villarrealda həmişə Pamesa yazılıb, eyni formada Jokoma ilə.
Amma mən burada City-ni favorit görsəm də, amma mən Villarreal Brentfordda biraz güclü görürəm yəni. City Monaco ilə də favorit görsənirdi. Amma axırı necə oldu? Monaco bəyəm zəifdir Villarrealda. O qədər də yox. Zəif. Monaco Villarrealdan yoxsa Villarreal Monaco güclüdür. Bəli. Razıyam. Monaco evdə City-dən 2-2 oynayıb. Villarreal da evdə oynayıb. Mən oyunda Villarreal qolu olacaq. Məncə oyun 3-1 ya da 2-1 City-nin xeyrinə qurtaracaq. Plus mən də deyim 2 dənə məğlubiyyət səfərdə olub ha. Daş Tottenham da səfərdə olub. Amma City-yə asan oldu. Məsələn, oyun heç-heçə qutarsa və yaxud da ki Villarreal utsa, maksimum heç-heçə var məncə. mən təəccüblənməyəcəm. Bir mənalı. Day bu gün maçı dana göydə göy uşağı yerdə var arxası uşağı. Deməli mən istəyirəm bu gün gic şotlar deyim. 1-2. Yox, 2-1 Villarrealın qələbəsi. Məncə Sən də 1-1. 1-1. İnto nisibi nimyə də. Hə. Keçən növbəti maraqlı süper oyunumuza. Üçüncü müzakirə, yəni Karatı saymasaq da, üçüncü müzakirə etmək istədiyimiz oyun Union Saint-Gilloise və Inter. Başım bıraq 3-0 texniki qələbə. Niyə? Mən getdim. Niyə? Kimə? Sen-Julia Sududa nəyinə baxırsın oyunu? Ha elə. Hə, Inter deyirsən gəlməyəcək ki, 5-0 6-0 da. Ay sağ ol, bax xoşum gəlir. Sən özün demişdin Inter 0 xal yığacaq. İndi sözündən çıxdılar. Yox, hiss olunur onun sözlərindən. Heç bir, yəni heç cəhətdən şəxsi qəzdə yoxdur. Amma tam Dedilər istəyirik Inter oyununu müzakirə. Mən istəmirəm deyəndə bir söz demirəm. Mən hər dəfə bizim bir dənə məlum Inter fanatı dostumuzdan soruşmaq istəyirəm. Sizin dostunuz. Sadəcə gəl gedirik. Mənə tanışımdır. Yəni sənin qardaşındır, yəni. Yox, qardaşım. Qardaşım Real Bayraklıdır. Qardaşıma salamlar. Özünüz bilərsiniz. Hamı mən də sana bilərəm. Inter, mən həmişə ondan soruşmaq istəyirəm ki bu necə məşqçidir? Demirəm ki, necə oğlandır, çünki tanınmır, özü də tanınır çox. Amma necə məşqçidir? Mən olar onu ifadəmi saxlayım, mən bilmirəm ona cavab verəcək. Onun Bastoninin səviyyəsinə salacaq. İndi məsələ odur ki, Bu arada Inter azarkeşləri bizə baxırsınızsa, Baston yaxşı müdafiəçidir yoxsa yaxşı oğlandır. Yoxsa bir zibil deyil, nə şərlərdə yazarsın. Baston normal zaşit. Normal zaşitnikdir. Mən özüm də onu normal zaşit sayıram, amma peşəkar elə deyir, deməli elədir. Peşəkar kimdir? Ha, Inter fanatı da onun futboldan başa çıxmır o. Mən Rəvan, sən hal-hazırda ekran, yəni ki bizi izləyirsən, yəni biz çalışırıq da, bu alınmır da, elmin alınmır. Tam sevmir də qarşılar. Ay qardaş, alınmır da bura. Neçə sezon davada bu insan ən bahalı müdafiəçidir və 1-2 sezonda hətta ən yaxşı müdafiəçi seçilir. Və bu insan bunu söyür. Qardaşım, Təhqir Inter edir. neçə ildir, bu Təkcə özü yox. Çiynində o UEFA reytinqi Dorka Çox Internet rola girirsən şotuna, qardaşım. yəni 4-cü, 3-cü yerlərdədir də. Yəni İtaliya bir dənə Internet şotuna Portuqaliyadan aşağı düşməyib yəni. Bəs amma sən onda söz deyirsən, bu adam da Bastonya söz deyir də, nə var ki burada? Ya tam ciddiyə danışsaq, Inter oradan 3 xalını götürməlidir, özü də belə rahat götürəcək. Tamam 5-lik görüm sonra. 3-4 yox, 3. Nə? 3 ildə yəni. Sən hem oradasan. Gəl, yaxın. Yox. Belə nə Qardaşım, mən Inter onu bilirəm ki, mən Kivudona ümumiyyətlə başım çıxmır, amma mən hiss edirəm ki, Inter o güclüdür ki, yəni birinci taymda rahat yəni rəqibini məhv edə bilir. 3-0. Aşağı səviyyəli komandalar. Inter'in o vaxt olub ki, qardaşım, nə bilim, Kalyeri'dən dirəşib ki, heç olmasa neçə oynasın. Yəni Fredzi Guarin vaxtları oldu da. Yəni niyə görə Fredzi Guarin? Orada ondan da 5 metr oyunçular oldu. Biz niyə yetkimi var Fredzi Guarin? Guarin həmin sastavın yəni ulduzu Guarin idi. 2011-ci ildə Porto ilə ölürəm o Porto üçün də Falcao-la, Halkla gələn gedər 5 qoyan Porto ilə, yəni əsas yarım müdafiəçisi olub da. Niyə Fredzi Guarin? Yaxşı. Nə ad deyin də mənə. Inter. Ranoki orada oynayıb o. Hörmətli olandı. Yox. Ranoki'yə vurdu. Ranoki Səndən niyə soruşur? Bundan bu dəqiqə İtaliya baxırdı, onu görürəm. Bu hansı Santiago hörməti dedi Yox, Inter'də? demərəm. Demərəm. Yox, da Baskonya. Çalxan oğlu. Yox. Biz artıq bəlli etdik ki, Belçikada Fərman Brüggeyə balət eləyir. Divizinlə o üzrə. Ayda. Mən burada nə edirəm axı? Balət eləyir, hə. Başqa nə edirsən qaqa? Amma Union Saint-Gilloise haqqında fikirlərin yoxdur. Yoxdur. Orada bir mənalı Inter 3-0 olacaq. Deyir, Newcastle 4-ün vurub Inter 3-ün vura bilməyəcək onlara. Yaxşı, davay Elvin axıra qalsın Inter məsələsində. Mən deyim ki, Inter 1-0 olacaq. Çünki Inter həmişə çempionlar qalsın bu liqa mərhələsi ikinci sastavda buraxır. Bu da Daha şu Arsenal'la o da çorta, davay. Yox, bu dəfə məncə Inter gol buraxacaq. 1-2, 1-3. 1-3 udacaq. Fırlatdı axırda belə. Buraxışdan əvvəl demişdik ki, uşaqlar məntiqli danışaq ki, axırda da hesabımız ona məntiqli olsun. Sürdü Inter'ə axırda. Məntiqli hesab dedim, hesabı məntiqli dedim, değil mi?
Bir də məntiqli hesab. Məntiqli hesab. Keçək növbəti komandaya. Növbəti müzakirə etmək istədiyimiz oyun əslində 3-cü turun mərkəzi oyunlarından biri sayıla bilərdi, amma orada Atletico var deyəni sayılmır. Arsenal, Atletico. Elvinin Interi, Əbdinin Atletico. Yox, həqiqətən bir də deyərsiniz ki, bu Real da keçdi 5-2 qaqaş. Bundan əvvəlki yəni podkastlara baxın, 5-2 olmayana qədərdir. Yəni mən bu komandanı sürmüşəm. Bu komanda yəni nə bilim, 7-si vurub Reala. Nə danışdın sən? 7-si niyə? 7 dənə yoldaş, 4-dən 4-0 Ronaldo'nun vaxtında. Sən indi 2 oyunu niyə birləşdirib? Yox, mən sənə o qədər hesab deyirəm ki, 16 il udanmayıb Real. nə olsun 5 dənə vurub. Özümüz bile bayram edirdik biz odanda onları. Mən Ki, o yedim. nə böyüdülər bunlar. Ay, yaxşı, axırıncı oyun bir Katavalkla üstündən keçdi. Katavalka ilə Realın üstünə Bu da hazır deyil Realın üstündən keçməyə. Realın üstünə keçmək demişkən Arsenal Atletico. Real Bəs skip. Arsenal da üstündən keçib, Atletico ikisi də Bu Realın görüşüyor. üstünə keçənlərin derbisi. Evet, Realın üstündə oynayırlar da bunlar indi. Ona elə çıxır ki, Real qazondur. Məncə qazdı. Hə. Arsenal Atletico. Həqiqətən mən düşünürəm ki, bu oyun bu söz demək istəmirəm. Menşidir. Mən bir fikirləşəm, ona maksimum bir. Çünki Arsenal bir gol vurandan sonra nə bilim 5-ni vurmağa çalışan deyil. Simeone bir gol vursa kubik var, yığılır, qalxır. Oyun 4-3 qutaracaqdı yəni. Bu sistem oyun 4 çıxardı. Uşaqlar 3-5 boş yazın, kef edin. Özü individual Atletico. Məncə də 1-0 Arsenaldan. Atletico, Arsenal, Atletico. Arsenal. Arsenal adına özünə. 1-1. Atletico Madrid uduzmayacaq. Mən onu 2 demək oyun. istəyirdim. Mən onu demək istəyirdim. Gecikdin də burada. Onda gözlə 11-də. 2-0 Arsenal olacaq. 1-0. Çalacaq, onlarla çalacaq. Arsenal, hörmətlə Atletico. 1-1 də oyun. Onsuz da deyə vaxtda Reala uduzub, yəni evə gedəcəksiniz. Keçək növbəti komandaya. Növbəti müzakirə etmək istədiyimiz komandalar, oyun Galatasaray Bode Glimt maçıdır. İlk öncə onu bildirim ki, mənim şəxsi fikrimdir ki, Galatasarayın da bəxti gətirdi və Bode Glimtin də bəxti gətirmədi. Çünki hər iki komanda öz meydanında yaxşı oyunu ilə fərqlənir. Biri azərkeşlərə, stadiona, atmosferə və bu yay xərclədiyi pullara görə bu Galatasaraydır. Digəri isə Antarktidada oynadığına görə sarıb seçilən bir klubudur. Delisov Arktika. Antarktida Holna, Arktika. Delisov Pingvin azərkeşləri orada olur. Pingvin aşağıdadır bura. Orada ağ aydır. Mən onu deyirəm Siz ki, coğrafiyanı zadı oxuyun da arada bir də. Bir önce Arktika harda, Antarktida harda? Gəlirlər də oradan orada. Harda? Afrikadan keçirlər, istidən olmaz ki, ölürlər. o- Ölürlər, daşımışam bir iki dəfə. Çempionlar Liqasının podkastıdır, hə? mən Bode Glimt adına onu deyə bilərəm ki, mən arzu edirəm ki, Bode Glimtə. Sən Arzu edirəm həyatında ki. vəhşi nə vaxtsa Budaglip adından nəsə demirsən. Xahiş edirəm bir də oyunçunun adını çək, tarixi boyu. Gözlə. Kasper Hög. Zat! Kasper Hög. Mən hardan tanıyıram onu? Bir dənə var da video bloger. Oradan tanıyıram. Kasper. Penalti vura bilməyəndə. Kasper Hög deyəsən 2 dənə gol vurdu Tottenham. Nəysə. O Ona privilegiya. el arasında ona bir nəfər kasıb Ronaldo deyir. El arasında bir nəfər. Ruh öyle o. Kasper ruh idi, düzdür. Multika da vardı, kinosu da vardı. Yəni bu qədər hörmət edirlər sən kluba, yəni Galatasaray öz stadionunda Əmin qardaş demişdi ki, bir xal. Heç də istəmir. bir xal gözləməsin. Galatasaray udacaq onları. Yaxşı da Liverpool. Qardaşım, bax mən də Liverpool'la yeganə mən idim ki, podkastlar baş demişəm ki, demişdim ki. Üstə vurma. Vuracaq demədi yox. Brügədə Liverpool'la yeganəm ki, Galatasaray orada belə deyək də performans göstərə bilər və xal da ala bilər Liverpoolda. Allah haqqı sən paddım düşmüsən. Mən də paddım düşmüşdüm birinci turdan sonra. Dedim ki, bunlar Liverpoolda 8 buraxacaq. Çünki aylarda 5-1 uduzdular. İndi bir udublar deyə deyirsən ki, yox, mən demişdim ki, onlar xal ala bilər. Qardaşım, Galatasaray son 3-4 ildə başlasınlar Galatasaray fanatları. Çempionlar Liqasında normal oynayıb. Yox, demişdim ki, Galatasaray öz stadionunda Liverpool'la normal oynadı Galatasaray. Ha. Liverpool pis oynadı. Liverpool mikrofonuma deyim. Xahiş edirəm. Burunduqun videosu var. Deyim, Bodo Glimt də qardaş da Bodo Glimt onun adından başa düşülür ki, bunlar yarı finalda yəni. Avropa Liqasında yarı finalda oynayır. olsun da. Onu deyən qarşı. Deyil, Galatasaray da onları elə eləyəcək belə. Onda sən deyirsən ki, oynadı. 2 dəfə cart da eləyəcək. Bəli. Bəs səncə? Məncə bir xal. Bir qal. Yəni birisini oyna nəsə də elə bir şey. Mən də deyirəm ki, oydu çətindir. Yaxşı, Türk qardaşlarımız dəstək olar. 2-1 Galatasarayın qələbəsi.
Növbəti müzakirə etmək istədiyimiz oyun yalnız Fərmanın xətrinə, amma belə biz o oyunu burada salmayacaqdıq. Bavariya Allianz Arenada, bir sonra Respublika Allianz Arenada Brüggen'i qəbul edəcək və biz işte nə deyirsiniz ki, buyurun. 1-4. Brüggen qələbəsidir. Qısa demək istəyirəm. Yaxşı, denən. Ciddi danışaq 9-0. Ciddi danışaq 9-0, yəni ki, Brügge udmayacaq. Yox, Brüggen qələbə. Çaşma. Bavariya vəbçi Çempionlar Liqası. Nədir? Belçikada son turda mərkəzi oyun olub. Brügge özməyinə Yuri Saint-Germain udub. Bəli. Нафиг, да, я это знаю. Кроме того, что я сейчас смотрю. Не, почему это мне интересно? Вот не знаете. Вот никому не интересно. Yox, ya просто nə edir Brügge? Brügge Atlanta uduzum. Atlanta belə deyək. Qisasını alıb onlardan. Zato что 4-1 Monaco bir də uduzmuşdu. Keçən uduzmuşdu. Bavariya onlara bir 5 dənəsi rahat da belə. Rahat. Çox rahat. Bəzilərini Brügge Monaco maçından narahat edə bilər ki, güya ki, Brügge güclüdür. Çünki Brügge Monaco 4 udub. Amma mən səndən vururam ki, orada Monaco oyunçular lütləmişdi təyyarədə. Ona görə baş verib, bu nə baş verib? 4-1 dəqiq hesab deyirəm sizə. Amma bütün ona Brügge 4-1 deyir. Şeylərin, paltarlarını. Yox, şeydir, kondisioner xarab olmuşdu. Bir də Monaco. Prosto Monacodan Belçikaya niyə təyyarə edə Peşkun bilirsən? getsin çatarsan. Yəni avtobusla zaten getir olar. Sən də hər gün qeyb yazırsan. Mənə üçün nə var ki, buradan buradan. Bakı Sumqayıt edir buradan Brügge. Bavariya haqqında nə deyək? Bavariya haqqında onu deyək ki, Bavariya okey. Almaniya klubudur. O heç öz yerində, prosto Gerd Müller oynayıb orada. sadəcə və Thomas Müller. Sadəcə Bavariyada biz həqiqətən hal-hazırda ki, bu fantik söhbətdir, bu salfetka söhbətdir, nəyə görə? Fərman hazırki oyunlarına görə deyir ki, bunlar Çempionlar Liqasının bomba da favoritləridir, amma mən öyrəşmişəm ki, Bavariya 4-1 yarımfinal martda, apreldə çox da rahatlaşır, çıxıb basır bayrağa. Yəni mən Bavariya favorit görmürəm, amma hal-hazırda Bavariya nələ kimi dünyanın ən maraqlı Visenya Bastenya düşür. maraqlı normal futbol oyunu. Pişikdir də Bavariyada. Qısa söz, qısa Yoxdur belə analitiklər. Bavariya pişikdir. Ya xeyr. Bavariya topu verib tam. Chelsea-nin oyunda topu verdilər, pasada qoy. Ola bu olub. Amma elə çıxır ki, biz də danışsaq ki, məsələn, Atalanta analitikası, elə çıxır ki, Atalanta söhbəti gedir də orada. Lanta. Amma Kane möhtəşəmdir, amma mənə görə yenə də Mbappe biraz yaxşı oynayır Kane-dən. Yəni siz də fikirlərinizi nəsə yazın. Holland, Kane, Mbappe hal-hazırda top 3 dünya futbol hücumçuları da belə deyək. Biz də keçək. Onlar icazə versən Brügge'dən keçək. Sən can üzrü sahibi dəfə. Sən Allah, gəl dəfə Brügge haqqında bir 40 dəqiqə danışarıq. Vanakin edə qədər. Fanakin. Elə açıqlama tutuyorlar. Kolon kaldı deyə bu uzun. Keçək növbəti maça. Növbəti müzakirə etmək istədiyimiz oyun Eintracht Liverpool maçıdır. Nə deyə bilərik? Deyə bilərik ki, hər iki komandanın 3 xalı var. Və ona deyə bilərik ki, qolların fərqi 0-dır. Eintracht sağ olsun 5-1 udub, 5-1 uduzub. Liverpool isə deyəsə görə getdi İstanbulda uduzdu. Yəqin ki, o fişəklərə görə olub, o gecə üşəni buraxıblar. O temadır. Mən onu ciddiyə qəbul edirəm, amma Türklər bütün tutabilir hesab. Onu qutaram. Yox, 6-6, 3-3, 9-9. Liverpool sadəcə maraqlıdır. Yəni orada Məncə burada riyazi alqoritmi götürsək, Riyazi Eintracht 5-1 udub, 5-1 udub, indi 5-1 udmaqdır. bəs Liverpool Liverpool da Onda 3-2 udub, 1-0'du, o da başqa bir hesabla oynayacaq. Ona Onlar ayrı oynuyor. Onda belə bir analizə gələk ki, hər şey Belə ola bilər. analiz Hər şey yoxdur. ola Və hər şey ola bilər uşaqlar. Orada Yəni Liverpool bu oyuna yazmayın. Zarafası Liverpool bu sezon mənim heç xoşuma gəlmir. Liverpool'un Ruslar ona pradvinutaya statistika deyir. Gözlənilən hallar və yer Premyer Liqada. Yəni hal-hazırda Yeddinci 3-dədir, yerdə amma olmalı. 7-dədir. Bildimi? Amma ki bütün oyunları 90 plusda gəlinə tərsə vur, elə də. Axırda da 3 oyunda olmadı, 90+da burax. Ay sağ. Ümumiyyətlə amma okey, belə oldu, sonra belə oldu, dəyişiklik oldu. Amma əsas məqam odur ki, Liverpool'un müdafiəsi Liverpool bu oyundan Eintrachtdan çətin olacaq. Həm də yeni transferlər hələ özünə. Mən sənin sözünü deyə bilərəm sənə. Eintracht nədir ki, yəni Eintrachtla çətin olacaq. Nədir Eintracht? Eintracht Barcelona'dan klubdur. Nə? Barcelona'dan klubdur. 2021-də. Fərqində Barcelona nə vaxt udursansa kayıfdır. Bilmirəm, mən Liverpoola hörmət edirəm. Amma yəni nə bilim. Slotu qollamalıdırlar, bir mənalı. Salah, Slot ikisi də getsin. Oyda biz ümumiyyətlə deyə bilərik ki, Sən kimsən axı? Salatlı Salatın üstünə oturub duran. Onun üstünə. Ana silahını çatmırsan, ananın üstünə oturub duran kimdir ki bəyəm? Masonsan, kimsənsən, o getsin, bu gəlsin. Səsi çıxartma, payet elə. Yaxşı, gəl onda hesabı deyək təxmini.
Yoxsa görürəm ki, Aytaq Liverpool normal danışmaq istəmirsiniz. Mən də danışmaq istəmirəm. Çünki normal oyun oynamırlar ikisi də. 5-1, 5-1. Yəni hər şey ola bilər. Hey, halı oyunlar. Oyun qurtarmaya da bilər. Əslində yüzdə burada Liverpool və Aytaq fanatlar yox aramızda. Bizə maraqlı olur. 2-2 qutaracaq oyun. Aha, fikir budur. Okey, səncə? 1-1 məncə. Risk eləməyə xoşlamırlar da. 3-2 Liverpool gəlir. Sən də ki. Normal risk elədim ha bura. Saplayır. Gəlin keçək. Belə çıxır ki, bugün müzakirə edəcəyimiz son oyun. Müzakirə edəcəyimiz son qarşılaşma Barcelona Olympiakos maçı deyil. Təsadüfi şəkildə bəli, burada Juventus və Real az keçdə oturub və biz axırda Real Juventus maçını müzakirə edirik. Amma Real haqqında yəni çox danışmaq olar da, yəni okey də, nə danışasan. Danışarıq biraz sonra, amma gəl ilk öncə Elvin Juventus haqqında danışsan. Elvin, və sənin bu oyun haqqında gözləntilərin nədir? Əbdül, mən bu oyun haqqında 3 cür nəticə gözləyirəm. Birinci nəticə Sifəti. İkinci nəticə və nəhayət üçüncü nəticə. Yəni bildiyiniz kimi, yəni hər şey ola bilər. Bizim ən sevdiyimiz necə deyirlər, stavka. Hər şey ola bilər. Yox deyə belə proqnoz ver. Hər şey ola bilər. Nə gələr? Hər şey. Sən elə Var elə bir stavka. biz də bu pantomimada onu demək istədik. Ya Real olacaq. Ya Juventus ya da Insiada. Bu aktyor oyunumuza görə Bundan sonra başqa Azərbaycanın video bütün qurtarma. xalq artistlərindən üzr istəyirik. Ya xalqasın. Ay gözlə, yaxşı. Yaxşı, tam ciddi danışaq. Ataliz. Real Real bəlli deyil nə oynayır. Yox, bəllidir nə çalışır oynamağa. Juventus çox Amma xoşdur. gözlə bir saniyə. Söhbət ondan gedir də. Amma bir dənə bizə Samniya verən o Atletico oyundu da, okey. Hardakı xəbər olsa elədi. Juventus biz Sizə şans verən odur ki, Bremer yoxdur, Rugani'dir yanında yanınıza. indi biz Vallahi sən deyirəm, Yəni, eyni böyle sözləri, şeylər eyni yoxdur. ifadələri mənim yayda Klublar Dünya Çempionatında amma belə bir sifətlə deyir ki, qardaş, Bremer yoxdur, Rugani var. Sonra Rugani başladı şeylə kimi oynamağa, Maldini kimi oynamağa. Rüdiger, Rugani Rüdiger. Da, yəni Maldini Bir balaca oxşamırlar. Yəni ki, Maldini misalı zəiflidir ki, o Maldini yanında Rüdiger demək. Mualdini kimdir? Tərlan Əhmədov. Banoken. Aysun. Ha hücumçudur. Nə bilim, səndən başqa bundan xəbər, bir o özü bilir, bir sən, bir də maması. Ki hücumçudur. Atasından xəbər. Atasının oğlan xəbər yox. Atasından bir xəbər. Sən o qəribə ona sos soxur. Fanikenin atasından bir xəbər. Buyur. Bəli, Atalanta. Məncə heç-heçədir. Oy da mən bildim bomba zarafat. Atalantada atana olan eləman içində. Onun Dur, sən get, biz özümüz qutaracaq verilişi. Sən nəzəm. Yaxşı, ciddi danışaq. Okey. Bəs Juventus nə oynayır? Juventus heç özü bilmir nə Yox, oynayır. məncə Juventus Real oyununa qarşı tam başqa cür göstərəcək və məncə heç-heçə qutaracaq. Bu sezonda heç-heçəni çox Andre eləyir şey, sevməyə Sky başladı. Sportsda. Nətər yəni heç şey olacaq. Məncə heç-heçə olacaq. Olmayacaq heç Real oyunu aparacaq. Gözlə, Bremer nədən Aparacaq, heç-heçə olacaq. Yox, Bremer bilirəm ki, vacib oyunçudur. Tarinada almısınız. Orada Müdafiənin düz ortası. Bunlar üçlü müdafiə qoyanda ən əsas orada orta olur ki, o onun işi Orada Bremer. orada 2 nəfər dayanan işini bir nəfər görür. Yəni Qatsidir, beyni çönür gedir qabaqda Chelsea-də. Çelçebə vuran. Chelsea-də niyə vurursan sən? Get Vurdu rədd da ol Zato. Zakton da deyər. Zato vurdu da. Vurdu, okey, amma yəni başqa onun kimi Zaşdan qoruyan hal-hazırda çox təəssüf ki, Juventusda yox. Bremer kimi. Bəli. Ay kişi, ay bir gözlə görüm amma mən belə bir ki, Juventus baxmam soxur. Ay kişi, 2 ildə almısınız Bremer'i. 2 həftə oynayıb klubumuzda. Qardaşım, Ya Kristabran Sivas, ya yoxsa Kristabran birinci Sivas. sezon qəşəng oynadı, ikinci sezon çox qəşəng başladı. Yəni yenə də çarpaz bağları o yan bu yan. Bu bilmirəm şeydir, Juventusda nəsə problemdir orada. Epidemiyadır, nədir? Gələn Kristi ilə gedir. Nə bilim. Allah, mən çarpaz bağları yalı uçan, o azarkeşlərini demirlər. Həftə 8 mən 9 gün çarpaz bağları. Belə baxanda Juventus həmişə müdafiə və qapıçı ilə adı olub ki, Juventus İndi hal-hazırda elə deyil, Trigoria, Rugani. 4-3 Inter'dan, altı gol. 4-3 Inter, 4-4 Borussia, Kiev-dan da buraxdılar. 3-1 yoxsa 2-1 utdular. 1-1. 1-1 da, 1-1. Üstəlik də 2-2 Villarreal. İndi Atletico oyuna çıxmasaq, əslində müdafiə də biz, yəni sayılır, seçilirik bir gol. Atletico başını buraxdı. Yəni biz qalan oyunlarda gol vurmamışıq başda. Yox, qayda. Buraxmamış. Qaydacaq. Juventusun gətirməsini tapşıracaq onu. İndi belə baxanda Real Real Malaqanın yetirməsi o. Juventusun götürməsi. Malaqanın. Yaxşı.
Gəl girəcəyik oyun podkastdan sonra Wikipedia. Bana görə kim əvvələ Juventusda gedir? Aponik idi o. Məsələn, sən Yox, Atlantida işte olmalı. Next-Gen-dən çıxıb da o da. Malagada doğulub da adam da. Ola bilər də doğulub da, ola bilsin də, ola bilməz. O Yaxşı, Malagada Kenan doğulub. Yıldız Türkiyə getirməsidir. Yaxşı, Türk gözlə, futboluna okey. heç bir adiyyatı var. O başqa premierdir. Okey. Hə. Elə çıxır ki, sənin fikrinə görə Malagada doğulub. aha. Juventusun vaspitnikidir. Otosu Amma yalnız- ondan sonra Malagada oynayıb. Atası indi gedib çöydədə İtaliyada bazarda zətdə işləyib götürüblər ora. Orada tutuzdurublar, değil mi? 2015-2021 Malaga, 2021 Juventus. İşte vaspitnikdir. 5 il Murtaf gəlib sonra vaspitnik oldu Juventusda. Juventus- Yaxşı, nəysə. Juventus yox, Real Juventus. Real Juventus hesab 3-1. Realın xeyri. 100%. 2-2. Deyirlər. Sən də özünə sərf Sən də özünə yaxın hiss elədin. Bir dənə Inter 30 metrdən qol Yaxşı, vurmuş. yaxşı, bağışla. Juventus qələbə. 2-1. Sadəcə canlı baxacaq da. 2-3. 2-3. Mən cansız baxacağam çünki gən də Dimitrovdur, nə bilim Valeriandır, zət hamısını qoyacağam ki, Madəm ki, xaotik futboldan danışırıq, 4-2 Realın qələbəsi. Salam aleykum. Biz görürük ki, siz görürsünüz ki, biz hansı klubdan keçik. bizi də görən olsaydı. Yəni hansı klubdan keçik? Real, Juventus, Brugge. İndi məsələ nədir? Biz istəyirik ki, niyyətliyik ki, bu iki şəkilçisi çıxmır da mənim ağzımdan. Real Juventus maçını, orada ki sala bilmədim, birlikdə izləyək. Siz fərz edin ki, biz burada beləyəsi podkastda canlı yanda nə vəziyyətdəyik. Bu şir istəyəcək. Niyə şey? Şir istəmirsən TikTokda. Şir həmişə şirdir. Hə, TikTokda şey istəyir. Şirin biri 20 min manat. 20 min manat. Nə qədər? 20 min manat. Şir. Mən istəyirəm. Mən belə şir istəyirəm. Amma Nəsil şir 20 manat? 20 min manat. Savana da Geps'də gətirsən. Fərman Brugge və ümumiyyətlə Belçika futbolu Qısqanmışam. xahiş edirəm. Canlı yayımda Belçika futbolunu o reqlamentini danışarsan da uşaqlara. Danışaram. Mən də Hə, heç kəs baxmasın da onda, hə? Mən də prosta sırtıq masalkalıq eləyəcəm. Hansı biz platformada onu gedəcəyik, bəlkə də hər iki platforma YouTube'da və TikTok'da eləyəcəyik. Bu elanı Instagramda izləyin. Biz kimiz baxmırdıq ki? Bu demədin Fərman Qıra. Daha proqram alınmadı. İçimiz necə idi? Oydu, mən intra baxadım, nəysə, hə. Vəbşətə o həmin vaxtda Inter oynamır. Doğrudan, onda mən intrada tək baxacam. Inter nazakəşlərə də baxmayacaq o. Sən yürü nə yapsın? Niyə baxmayacaq qardaşım? Anızı bilsək bir dənə var. Spartak özdə. Sparta Praqa ilə baxdı o oğlan. O, hansı sənin 3 ton qoymuşdular da. sənin Maraqsızdır dostu da dünya yəni. oldu. Yaxşı, gəlin onu növbəti buraxışda müzakirə edərik. Aşağıda bizim sosial şəbəkələrimiz qeyd olunub. Gəlin, abunə olun, like edin, like görün. Unfollow eləmə proqram var. Və bizi izləməyə davam edin. Şəhərlərdə isə yazın Brugge yoxsa Union Saint-Julien. Çox sağ olun. Sağ olun.